Hər vaxtınız xeyirli olsun. Artıq bir ilə yaxındır ki, Bakı Məhkəmə kompleksində ədalət mühakiməsi davam edir. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesinin hazırki mərhələsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxış edirlər. Qeyd edək ki, 2 iclasdır ki, məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamını müdafiə edən prokurorların çıxışlarına başlanılıb. Onlar 100-ə yaxın iclasda araşdırılan, tədqiq olunan subutları, faktları qiymətləndirirlər. Həmin subutlar, faktlar təqsirləndirilən şəxslərin, şahidlərin, zərər çəkmişlərin ifadələri, cinayət işi üzrə keçən çoxsaylı sənədlər, eyni zamanda məhkəmədə nümayiş etdirilən fotomateriallar, videomateriallardır. Məhkəmə istintaqı yekunlaşdıqdan sonra dövlət ittihamçıları bütün bu subutları qiymətləndirirlər. Və çıxışlarda da qeyd olunur ki, Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə öz təsdiqini tapır. 1980-ci illərin sonlarından başlayaraq Azərbaycana qarşı aparılan bu təcavüzkar müharibə nəticəsində, işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əraziləri işğal olunub. 1988-1994-cü illərdə 12 şəhər, 18 qəsəbə, 895 kənd. Ümumilikdə isə 925 yaşayış məntəqəsi işğal olunub. Nəticədə həmin ərazilərdə yaşayan azərbaycanlılar öz doğma yurd yuvalarından didərgin salınıblar, qətlə yetiriliblər. Xalqımıza qarşı çoxsaylı cinayət faktları, o cümlədən soyqırım, kütləvi qətillər, terror hadisələri törədilib. Nəticədə vətəndaşlarımız, minlərlə vətəndaşlarımız həlak olub, yaralanıb, əsir və girov götürülüblər. Girovluqda saxlandıqları müddətdə isə bütün beynəlxalq konvensiyaların tələbləri kobud şəkildə pozulub, qeyri-insani rəftarla qarşılaşıblar, işgəncələrə məruz qalıblar. Məhkəmə prosesində təqsirləndirilən şəxslərin də əməlləri öz təsdiqini tapır, qeyd olunur ki, bu müharibəni, təcavüzkar müharibəni aparmaqdan ötürü, həyata keçirməkdən ötürü Ermənistan dövləti cinayətkar birlik yaratmışdı və həmin birliyin tərkibində bu təqsirləndirilən şəxslərin hansı əməllər törədiblər, onlar da subutlarla, faktlarla öz təsdiqini tapır. Qeyd edək ki, bu cinayətkar birliyin yaradılmasında, eyni zamanda bu təcavüzkar müharibənin həyata keçirilməsində əsas rolun sahibi isə Ermənistan dövləti, onun siyasi hərbi rəhbərliyi olub. Eyni zamanda bir cinayətkar birliyin də əsas məqsədi Azərbaycanın ərazilərinin işğal olunması, vətəndaşlarımızın yurd yuvasından didərgin salınması, onlara qarşı təqib və təzyiqlər, etnik təmizləmə siyasəti həyata keçirmək, Azərbaycanın təbii resurslarının, zəngin sərvətlərinin isə talan olunması və digər hadisələr olub. Qeyd edək ki, məhkəmə prosesi açıq keçirilir. Hazırda dövlət ittihamçıların çıxışları davam edir və məhkəmə prosesində çoxsaylı zərər çəkmişlər və zərər çəkmişlərin hüquqi varisləri iştirak edirlər. Onların da ifadələri məhkəmə prosesində tədqiq olunur və qiymətləndirilir. Açıq keçən məhkəmə iclası ilə bağlı bizim xəbərlərin növbəti buraxılışında daha geniş məlumatların əksini tapacağı xüsusi reportajımız olacaq. Hələlik isə Bakı Məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.